بسم الله الرحمن الرحيم والصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد صلى الله عليه وآله وعلى أهل بيته الطيبين الطاهرين المعصومين عليهم السلام ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم قل لا أسألكم أجرا إلا المودة في القربى. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. السلام عليك يا أبا عبد الله، السلام عليك يا ابن رسول الله، السلام عليك يا ابن أمير المؤمنين وابن سيد الوصيين، السلام عليك يا ابن فاطمة الزهراء سيدة نساء العالمين، السلام عليكم يا أولاد الحسين، السلام عليكم يا أنصار الحسين، السلام عليكم يا أصحاب الحسين جميعا ورحمة الله وبركاته. فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما. Değerli müminler, hürmetli ehl-i beyt severler, İmam Hüseyin Aleyhisselatu Vesselam'ın əzadarları, Allah Teala bizleri Peygamber ve onun ehl-i beytinden ayrı salmasın. Amin. Bir sıra şeyler var ki biz bazen o şeylerin değer ve kıymetini bilmirik. Veya o böyle bir deyim var, arifen bi hak. Onların hakkını olduğu kimi, o şeyin hakkını olduğu kimi tanımırıq ve neticede bir sıra işlerde səhlənkarlıq edirik. O cümleden Peygamber ve onun ehl-i beytin sevgisinin de bizim kalbimizde bazen kamil olmamasının sebebi onların sevgisinin mükafatının neden olduğunu, nece olduğunu ve ona diyerdim belki de yəqinimiz azdır veya onların mərifətimiz, onlara olan mərifətimiz kamil şekilde değil. Qəribədir. Hədislərə də diqqət eləsək, Kur'an-ı Kerim'e de diqqət eləsək, Peygamber Əhl-i Beytin sevmək hususi bir tapşırıqdır. Hatta bunu bilirsiniz, Peygamberin o əziyyətin muqabilində, o çətinliyin muqabilində bütün peygamberler əziyyəti. Kur'an'a nəzər salsaq, birçok peygamberlerin mükafatına Allah Teala deyir, deyinən Allah yanındadır sizin mükafatınız. Ama farklı olarak Hazreti Muhammed sallallahu aleyhi ve aleyhi, yani sonuncu peygamberin mükafatı hakkında danışanda Kur'an-ı Kerim'de Allah Teala buyurur ki, deyinən sizin mənə verdiğiniz mükafat yalnız ve yalnız mənim əhl-i beytimə məhəbbət bəsləməyinizdir. Diğer peygamberlere deyir ki, deyin, insanlardan heç bir mükafat istemeyin, deyin onların, yani mənim mükafatım Allah yanındadır. Yalnız sonuncu peygamber hakkında deyir ki, beyan edir ki, onun çektiği əziyyetin muqabilində insanlar, ey mənim bəndələrim, sizdən nə istəyirəm? Yalnız ve yalnız mənim əhl-i beytimə məhəbbət bəsləmək. Bəs nə verir Peygamberin əhl-i beytinin məhəbbəti, Peygamberin məhəbbəti bizə? Bunun ne kimi faydası var ki insanın hayatında ne kimi değişiklikler var? Veya bazen özümüzle mukayese edək, bir düşünək, Peygamber'e məhəbbət bəsləməyənlərin talehi, yaşayışı, davranışı, hərəkəti, xasiyyəti, ne bileyim, hayatta yaşam tərzi, aile durumu, aile vəziyyəti, onlarda fərq nədədir? Və biz əhl-i beyti seviriksə, bizim fərqimiz nədədir? Allah ne imtiyazları, ne üstünlükleri bize verip veya ne kadar değerlidir ki Allah bunu bize döne tapşırıb. Elbette rivayetler, hadisler kifayet kadardır.
Peyğəmbər əhl-i beytini sevməyin mükafatı. Mənim əzizlərim, özü də o sevgi tək dildə yox, əməli şəkildə olmalıdır. Əməli şəkildə gərək biz imam istədiyi şeyi, imam dediyi şeyi, imam əməl etdiyi şeyləri, əlbəttə mən dəfələrlə bunu deyirik, biz İmam Əli, İmam Həsən, Allahın salamı olsun onlara və digər məsumlar kimi ola bilmərik. Çünki Allah onları seçib fərqləndirib. Amma kamil bir mümin, kamil bir əhl-i beyt sevər, qoy rahatlıqla deyim, gözəl bir şiyə ola bilər. Bunun üçün mütləq şəkildə gərək insan bir sıra şeylərə diqqət eləsin. O böyüklərin bir deyimi var, mən üzr istəyirəm, bilmirəm, minbərdən yeri deyil, halva deməklə ağız şirin olmaz. Mən Həzrət Hüseyni sevirəm və bununla və İmam Əlini sevirəm, bununla elə bu kifayət olur. Xeyr, gərək sənin bir sıra əməllərin də ola. Həzrət Peyğəmbər Əkrəm buyurur ki, Əhibbullaha lima yəğzukum bihi ni'amih. Allah'ı sizə verdiyi nemətlərə görə sevin. Hazreti Peyğəmbər buyurur ki, Allah'ı sizə verilən o nemətlər ki, yəğizu, yəni yiyirsiniz, qidalanırsınız, istifadə edirsiniz. O nemətlərə görə Allah'ı sevin. Əgər Allah mənə o nemətləri götürək su, o neməti mənə verməsəydi, mənim yaşayışım necə olardı? Və ya bir anlıq o nemət mənə gec yetişəndə mənim halım necə olur? Yəni bu mərhəməti mənə bəxş edən Allah, bu neməti mənə bəxş edən Allah, mənə bu, belə deyək, heç bir şərt, heç bir qayda, heç bir umacağı olmadığı halda mənə bu neməti verən Allahı necə sevməyim və ona təşəkkür etməyim? İmam Həzrət Peyğəmbər buyurur ki, bu şeylərə görə Allah'ı sevin. Yəni Allah'ı sevin, düşünün, dərk edin ki, bu nemətləri bizə verən Allah'dır. Tək, yenə də deyirəm, o deyim, nemətlər yemək içməkdən ibarət deyil. İnsan həyatında onu səadətə çatdıran bütün şeylər, bütün nemətlər, yəni verilən hər bir şey insan üçün bir dəyərli nemətdir. Amma bəzən biz onun fərqində olmuruq. Bu tamam başqa bir şey. Sonra Həzrət buyurur ki, və əhibbuni li hubbillah. Məni Allah'ı sevdiyiniz üçün sevin. Allah'ı sevdiyiniz görə məni sevin. Allah'ı sevirsiniz, məni də Allah'ı sevdiyinizə görə sevin. Çünki məni sizə göndərən Allah. Məni aləmlərə rəhmət olaraq göndərən Xaliq Allah'dır. Bugün mən sizə doğru yolu göstərirəmsə, bugün Peyğəmbər bizə hidayət yolunu göstərirsə, bugün Peyğəmbər bizə zülmətdən nura tərəf getmək üçün bizim üçün yollar qoyubsa, çağrışlar edibsə, ömrünü bizə həsr edibsə, bunu bizə verən Allah'dır və buna görə biz Peyğəmbəri sevməliyik. Həzrət Peyğəmbər Əkrəm buyurur ki, və əhibbu əhlə beyti li hubbi. Mənim əhli beytimi isə məni sevdiyinizə görə sevin. Bəzən iddia edirlər, biz Peyğəmbəri sevirik. Görürsünüz, bütün müsəlmanlar iddia edirlər ki, biz Peyğəmbəri sevirik. Amma bu hədisə diqqət eləsək, görərik ki, o insanların sevgisi ya yalan ya naqisdir. Çünki Peyğəmbər özü tapşırır və ya Qur'anda Allah tapşırır. Mənim əhli beytimə məhəbbət bəslə. Bugün İmam Hüseyin kimi şəxsiyyətin, İmam Hüseyin kimi gözəl Peyğəmbərin onun haqqında deyildiyi tərifi və ya Lovh-i Məvhuzda Allah ərşi innəl Hüseynə misbahul huda və səfinətun nəcat, həqiqətən Hüseyin hidayət çırağı və nicat gəmisidir.
bu sözlə ərşə zinət verən Allah Həzrəti Hüseynin adı ilə ərşə zinət verir və ya Həzrəti Peyğəmbər onun haqqında deyir, ey yerin və göyün zinəti, İmam Hüseyin əleyhissalam haqqında buyurur. Və Peyğəmbər deyir, Hüseynin göydə olan fəziləti yerdəkindən qat-qat üstündür. Belə bir şəxsi bir müsəlman iddia edir ki, mən Peyğəmbəri sevirəm, gətir Yezidlə üzbəüz gələndə deyirən ki, o səhv edib xəlifəyə qarşı çıxıb, əmirə qarşı çıxıb. İndi bu sevgi kamildir ya naqis? Peyğəmbərə olan məhəbbət kamildir ya naqis? Əlbəttə, bunlar dildə deyilən sevgilərdir. O, məvəddə ayədə deyilən həm dil, həm əməllə olan sevgi deyil. Həzrət Peyğəmbər Əkrəm buyurur ki, Ali Muhammedə bir gün məhəbbət bəsləmək, bir gün gəlmişsiniz Həzrəti Hüseynin məclisində və ya digər məsumun məclisində, mən odur, çox heyfslənirəm o möminlərə ki, o əhl-i beyt sevərlərə ki, o Əli şiyəsi özünə deyənlərə ki, öz günlərinə, ömürlərinə heyfləri gəlir. Baxın, bu hədisi indi diqqət eləsək, oxusaq, inanın, bir il insan ibadət eləsə, əziyyət eləsə, nə qədər bir il ibadət eləsə, əziyyətlər çəkəcək, çətinliklərlə üzləşəcək, vaxtını sərf edəcək ibadətə. Zaman insanda bir fiziki güc istəyir, bir mənəvi hal istəyir bunlar hamısı. Amma Peyğəmbər Əkrəm buyurur, mənim ailəmin, mənim əhl-i beytimə bir gün məhəbbət bəsləmək bir illik ibadətdən üstündür. Bir il bir kişi müstəhəbbi oruç tuta, müstəhəbbi namaz qıla və həc, ümrə qıla, söhbət müstəhəbbatlardan gedir. Və ya sədəqə verə, öz malından fəqirlərə, yetimlərə əl tuta, ata-anasını ehtiram elə, qonşusuna ehtiram etsin. Yəni, bütün yaxşı işləri görsə, Allah buyurur ki, Allah Rəsulü buyurur ki, mənim əhl-i beytimə bir gün məhəbbət bəsləmək bir il ibadət etməkdən üstündür. Əgər bugün xoş halınıza gəlib oturmuşsunuzsa, bunu bura sizi heç kim məcburi gətirmir. Zaten məcburi heç kimi gətirmək olmur. Nə qədər xahiş deyilirsən, o gəlməyən gəlmir. Amma siz bugün buraya gəlmişsinizsə, sizin qəlbinizdə bir sevgi, bir məhəbbət var. Sizi bura gətirib. Bir eşq var. Bir Hüseynə qarşı, Həzrət Hüseynə qarşı bir hərarət var sizin qəlbinizdə. O Peyğəmbər deyir, qiyamətə qədər möminlərin qəlbində Hüseynin hərarəti olacaq, sevginin hərarəti olacaq. O şəxslər bu məclisləri diri saxlayan və öz əməli ilə Peyğəmbər əhl-i beytinə məhəbbət bəsləyənlərdir. Həzrət sonra buyurur, kim bu məhəbbətlə dünyadan köçərsə, Allah onu cənnətə daxil edəcək. Yəni, səadətə yetişəcək. Xoşbəxtlik əldə edəcək. İnsan, mən bilmirəm, keçən illərdə danışmışam, Allah Peyğəmbər və onun əhl-i beytini sevənə bir neçə xüsusiyyət və nemət dünyada verir, bir neçəsində ahirət. Və o neməti, indi bir sıra hədis oxuyacağım, bir neçə hədis oxuyacağım ki, o nemətlərdən bir neçəsi o hədislərdə həkk olunub, qeyd olunub. Həzrət hədisin ardında buyurur ki, Sirat körpüsündə ən möhkəm dayanacaq şəxs, o Sirat körpüsünü keçəcəksən, bəzən insan təlatumda olur, narahat olur. Amma bəzən biri möhkəm dayanır, arxain olur, rahat olur o çətinlik, o çətin yeri keçmək üçün. Deyir, ən möhkəm dayanan şəxs mənim əhl-i beytimi ən çox sevən şəxslərdir. Kim mənim əhl-i beytimi sevərsə, o Sirat körpüsündən möhkəm olacaq və rahat keçəcək. Peyğəmbər Əkrəm buyurur ki, baxın, indi bu hədisi də deyirəm, söhbətimi tamamlayıram. Bu hədisə diqqətlə qulaq asın. O, bəzən
söhbətin əvvəlində də dedim ki, görəsən nə verir bizə Peyğəmbərin əhl-i beyti? Bir neçəsini hədislə dedim. Amma bu hədisi diqqət eləsək, bizim üçün zəruri olan məsələlərdən. Və ya əhl-i beytdən uzaq düşməyin zərəri nədir? Onu da bu hədisdə qeyd edir. Odur, diqqətlə qulaq asmağınızı xahiş edirəm. Əlbəttə ki, qulaq da asırsınız. Allah sizi müvəffəq eləsin. Həzrət Peyğəmbər Əkrəm buyurur, ələ, agah olun, ey müsəlmanlar. İnsanları sanki söhbətə başlamamışdan qabaq xəbərdarlıq edir insanlara. Diqqətlə qulaq asın. Və mən mətə alə hubbi ali Muhammed mətə şəhida. Hər kim Ali Muhammedin məhəbbəti ilə dünyadan köçsə, yəni rəhmətə getsə, ölsə, mətə şəhida, şəhid kimi ölmüş olacaq. Bundan böyük dəyər nə ola bilər insan üçün? Bundan qiymətli bir şey nə ola bilər? Bir nəfər yaşlı xanım idi. Həzrət İmam Sadiq əleyhissalatu vesselam yol gedirdi, gördü ağlayır. Bükülüb yaşlı bir kadın ağlayıb. Bundan soruşdu, niye ağlayırsan? Dedi, Peyğəmbərin övladı, tanıyırdı imamını. Mən acam və aclıq məni taqətdən salıb. Gücüm yoxdur, amma bu məni çox incitmir. Məni o incidir ki, mən sizi sevirəm və sizin üçün hər namazımda dua da edirəm. Amma sizin üçün bir iş görməyə əlimdə bir şey yoxdur, gücüm yoxdur, taqətim yoxdur. Baxın, xoş, bugünə qədər bu imam məclisinə dəstək olanların halına. İstir maddi, istir fiziki, fərqi yoxdur. Həqiqətən bu hədis mənə o qədər ləzzət elədi, o qədər mənə belə də ümid verdi. İnsan üçün, hətta o insanlar ki, maddi kömək etmək istəyirlər, imkanları yoxdur, amma ürəklərindən keçir, bir heyfslənirlər, kaş mənim də pulum olaydı, mən imam məclisinə bir neçə, belə deyək, şeyi kömək edə bilər. Amma söhbət bu kömək tək maddiyatdan getmir. Bugün evində oturmayıb, gəlib bu məclisdə oturub sinə vurmaq da imama köməkdir. İmam zamana təsəlli verməkdir, bunu bilək. Dedi, mənim əlimdən bir şey gəlmir, kömək edim, bir şey edim, çarəsiz biriyəm, amma sizə namazda dua edirəm. Həzrət İmam Sadiq əleyhissalatu vesselam dedi ki, əgər bu dediyin ixlasla, yəni həqiqətən belədirsə, əlbəttə imam bilirdi onun ixlasla deməyini. Dedi, narahat olma. Sənin ki, bu cür məhəbbətin bizə qarşı var və bizim üçün bir iş görməyi düşünürsən və narahatsan, hətta aclığın səni bu qədər narahat etmir. Yəni o ağlamağın, aclığın kasıbçılıq üçün deyil. Bizim üçün o kasıbçılığa görə layiqincə xidmət etmədiyin üçündür. Demirsən, kaş pulum olaydı, məsələn, qarnımı doyuzdurardım. Deyirsən, kaş pulum olaydı ki, mən imamlarım üçün bir iş görəydim. Bu məhəbbət ki, sənin qəlbində var, Allah sənin bu niyyətini qəbul edib, bizə kömək edənlərdənsən. Əmin ol, biz qiyamət günü sənə şəfaətçi olacaq. Sənin bu niyyətivə görə sənin əlindən tutacaq. Yazırlar ki, İmam Sadiq əleyhissalam sonra götürdü, ona müəyyən qədər pul da verdi və onun təminatını ödədi. Baxın, bu qədər önəmlidir. Hətta imamın
məclisində və ya imama qarşı olan məhəbbət fiziki də olmasa, niyyətinlə də olsa Allah sənə o mükafatı verər. Peyğəmbər Əkrəm buyurur ki, Əla və mən matə alə hubbi ali Muhammedin matə şəhida. Hər kim Ali Muhammedin məhəbbəti ilə dünyadan getsə, şəhidin savabın, şəhid kimi Allah onu dünyadan aparacaq. Allah şəhidin mükafatını verir. Əla və mən matə alə hubbi ali Muhammed matə məğfurən ləh. Hər kim mənim əhli beytimin məhəbbəti ilə dünyadan köçərsə, Allah onu bağışlanmışlardan edəcək, onun günahlarını bağışlayacaq. İnsan nə üçün vuruşur, çalışır? Ağlayırsan, sinə vurursan, namaz qılırsan, səcdə edirsən, tövbə edirsən, günahından peşiman olursan, bütövlükdə bunların hamısını edirsən, nə üçün? Allah məni bağışlar. Allah məni bağışlar. Onun üçün Allah deyir ki, Allah Resulü deyir ki, mənim əhli beytimə ixlasla məhəbbət bəslə, mən o sevgini, o mükafatı sənə verir. Və mən matə alə hubbi ali Muhammed matə taibən. Hər kim mənim əhli beytimin məhəbbəti ilə dünyadan köçsə, tövbəkar kimi dünyadan köçsə. Hazreti Peygamber buyurdu, Ela, tekrar dedi. Ve men mate ala buğdi Ali Muhammed. Her kim Ali Muhammed'e, benim ehli beytime düşmençiliğiyle dünyadan köçer. Câe yevmel kıyameti mektuben beyne ayneyhi aisu min rahmetillah. Allah Teala kıyamet günü onu məhşərə gələndə onun iki qaşının arasında, yani alnında yazacak ki aisu min rahmetillah, Allah'ın rahmetinden məyus olan, Allah'ın rahmetinden uzak olan. Hansı ki Allah'ın rahmeti o kadar geniştir ki günahkarların belə Allah'ın rahmetinden ümidsiz olmamağı Allah tapşırır. Peygamber tapşırır, imamlar tapşırır. Ama məsumların Peygamber ehli beytinin sevgisi o kadar önemlidir ve ona karşı olan nifret o kadar Allah yanında qəzəblidir ki ve cezayı daha büyük ağır cezalarla cezalandırır ki, buyurur ki Allah Teala buyurur ki mən öz rəhmətimdən Ali Muhammed'in ehli beytine düşmençiliği edeni uzak edecek. Ve men mate ala buğdi Ali Muhammed, her kim Ali Muhammed'e karşı düşmençiliği ederse mate kafira, kafir kimi dünyadan gelecek. Kafir kimi indi bazen diyorlar kafirin de mertebe, ben bunu dəfələrlə demişəm. Yani inkarsız kimiler, Allah'ın ayelerini inkar edenler. Niye? Hansı ayelerini inkar ediblər? Tədhir ayesini Allah onları pak karar verip, ama bugün bazı Müslümanlar Allah onu deyir ki naqis değil, kamil insandır, ama bazı Müslümanlar deyir ki Hüseyin səhv elədi, Allah ondan razı olsun, səhv elədi Yezidə karşı, bir şərabxora karşı, bir cahile karşı, bir nadana karşıdır, səhv elədi, ona göre bu günaha, bu ölüme məhkum oldu. İnkar edirlər Məvəddə ayesini. Yezidin vəzifəsiydi ve Yezidin etrafında olanların vəzifəsiydi ki Ali Muhammed'e ehtiram etmek. Nəinki onun başını qılıncla kesip susuz onun ehli əyalına zulm edip əsir edəsən. Sonra buyurdu ve men mate ala buğdi Ali Muhammed, her kim Ali Muhammed'e düşmençiliğiyle dünyadan geçse lem yeşumme raihatiyel cennet, Allah cennetin kokusunu, ətrini ona haram eder. Benim əzizlərim,
təəssüflər olsun. Özünü Müslüman adlandıranlar Əbu Abdillahil Hüseynə olmayanın zülmünü. Hətta indi onunla düşmənçilik, ona qarşı belə deyək, qərəz, ona qarşı olan etiraz, mübarizə onun sağlığında öz yerində. Amma Əbu Abdillahil Hüseyn şəhid olandan sonra bilirsiniz nə etdilər? Onun əynində olan bütün libas, çarıq, əmmamə, köynək, bütövlükdə Həzrəti Əbu Abdillahil Hüseynin bədənindən, hansı ki İslam qanunlarına görə qənimətlər qeyri-müsəlmanlardan götürüləcək, müsəlmandan qənimət götürülməyəcək. Amma Peyğəmbərin, onun dəvələrin, atların talan elədilər, xeymələrini yandırdılar. Bununla da kifayətlənmədilər. Düşmənçinin həddinə bax, at çapdılar Əbu Abdillahil Hüseynin başsız bədəninin üzərində. Əla lənətullahi ələl qovməz zalimin.